Salam müəllimlər, hər vaxtınız xeyir, hörmətli həmkarlar. Mən Nizam müəllim. Bu gün sizlərlə kompleks ədədlərlə bağlı paylaşdığım 3 maraqlı sualın həllinə baxacağıq. Başlayaq sualların həllinə. Deməli bizə deyir ki, z bərabərdir x plus y ilk kompleks ədədi üçün modul z kiçik bərabərdir 2. Xəyali hissəmiz isə əmsal olaraq 1-dən böyük bərabərdir. Bu şərti ödəyən kompleks müstəvidə əmələ gələn səthin sahəsini istəyir. Deməli, belə yanaşaq suala, müəllimlər. Belə deyək də, bizim bu verilənləri kompleks müstəvidə təsvir edə bilirsiniz ki, x oxu üzərində həqiqi hissə, y oxu üzərində isə xəyali hissə göstərilir. Deməli, bizə kompleks ədədin modulunu kiçik bərabərdir 2 veribsə, biz bunu kompleks müstəvidə belə götürək də. Deməli, bizim mərkəzi koordinat başlanğıcında bilirsiniz bu hardan gəlir? Bunu da göstərim. Deməli, modul z-i kiçik bərabərdir 2 verib. Modul z nəyə bərabərdir? Kök altında x kvadratı plus y kvadratı kiçik bərabərdir 2. Bu da bizə hər tərəfin kvadrata yüksəldəndə x kvadratı plus y kvadratı kiçik bərabərdir 4. Yəni, bu nə deməkdir? Mərkəzi koordinat başlanğıcında radiusu isə 2-yə bərabər olan, maksimum 2-yə bərabər olan bir çevrənin tənliyini təsvir etmiş oluruq da biz. Hansı ki, 2, 2, mənfi 2 və mənfi 2. İndi bu bizə deyir ki, xəyali hissənin əmsalı 1-dən böyük bərabərdir. Yəni, düşünün ki, xəyali hissə y oxunu kəsən bir düz xətt düşünək və bura oldu 1. İndi bizə deyir ki, im z böyük bərabərdir 1 və modul z kiçik bərabərdir 2-nin əmələ gətirdiyi səthin sahəsi. Baxın, bizdən istədiyi əslində bu sahədir, müəllimlər. İndi biz nə etməliyik? Bu sahənin, yəni bu əslində bizdə göründüyü kimi segmentin sahəsidir. İndi biz onun üçün ən yaxşısı, gəlin belə düşünək də, bunu mərkəzlə birləşdirək. Hansı ki, bura 2, bura 1 və biz artıq bu bucağın 30 dərəcə olduğunu görürük. Niyə? Çünki katiyyət hipotenuzun yarısıdır. O zaman bu bucaq 60 dərəcə, burada bizdə 60 dərəcə. Onda biz bu rəngli yeri tapmaq üçün 120 dərəcəlik sektordan bu S3 bucağı çıxmalıyam sahəcə. İndi bizim bu da bərabərdir. 120 dərəcəlik sektor pi vurulsun r kvadratı, yəni 2-nin kvadratı 360 bölünsün, daha doğrusu belə düşünək də, 120 dərəcəlik sektor düşünək də, 360 yox, 120 dərəcə bölünsün 360, hansı ki sektorun sahəsi ilə getdim də, pi r kvadratı alfa böl 360 düsturu. Çıxılsın, bizim bu üçbucağımız nədir bəs? Fikir verin bu üçbucağa, burada gördüyünüz kimi, deməli 120 dərəcəlik bir təpə bucağı 120 olan bərabər yanlı üçbucağımız var. Bunun sahəsini isə 2-də 1 S oturacaq, hansı ki 60-ın qarşısı bura bizdə kök 3'dür, burada bizdə kök 3'dür. Niyə görə? Bir də görək. 30'un qarşısı 1'dirsə, 60'ın qarşısı bunun kök 3 mislidir. O zaman 2'də 1 AH düsturuna görə 2 kök 3, H-ımız da 1. Bu da ixtisar getdi. Bu bizə verdi deməli 3'də 4 pi çıxılsın kök 3, yəni B variantı. Ümid edirəm sual aydındır, çünki çox maraqlı və miq tipli bir sualdır. Növbəti suala keçək. Deməli, növbəti sualımız deyir ki, polyar koordinatları 6 və pi böl 6 olan nöqtənin dekart koordinatlarının hasilini tapın. Belə deyək də, bunun, gəlin şəklini göstərək. Hansı ki, polyar koordinatları bizə verib ki, baxın, polyar koordinatlar kompleks ədədin yazılışından bilirik ki, fikir verin, bunu bizə kompleks ədədin, bu bilirsinizmi nə deməkdir? Yəni, 6 pi böl 6 o deməkdir ki, 6 bu kompleks ədədin moduludur z. Pi böl 6 isə bunun argumentidir. Yəni, bura bizdə 30 dərəcədir, bu isə 6-dırsa, indi bizdən soruşduğu həmən bu xy
Descartes koordinatının hasilidir. Vəssalam. Bu z deyək buna. Modul z-dir bu. Deməli, buradan görürük ki, 30 dərəcəli katet, 30 dərəcəli bucağın qarşısındakı katet, hipotenuzun yarısı. O zaman bura 3'dür. Nəticədə 60'ın qarşısındakı katetimiz isə 3 kök 3'dür. Yəni, bizim x-imiz gəlir burada olur 3 kök 3. Y-imiz isə Descartes koordinatı baxarsaq, Descartes koordinatı kimi burada oldu 3. O zaman 3 kök 3 vurulsun 3. Bu da mənə verdi 9 kök 3, yəni D variantı. Növbəti suala keçək. Deməli, növbəti sualımızda deyir ki, Z1 bərabərdir 12 kosinus 54 dərəcə üstəgəl i sinus 54 dərəcə. Z2 bərabərdir 5 kosinus 324 dərəcə üstəgəl i sinus 324 dərəcə olarsa. Gəlin belə eləyək də. Bunu da yenə kompleks müstəvidə göstərək. Hansı ki, birinci olaraq 54 dərəcə və modulu 12'yə bərabər olan bir kompleks müstəvi çəkək. Hansı ki, baxın, modulu 12, arqumenti isə 54'dür. Bu Z1'dir. Tutaq ki, bunun belə deyə də əhatələdiyi kompleks müstəvi. Fikir verin, budur. Şərt olaraq, deməli, digər kompleks ədədimiz isə modulu 5'ə bərabər olub, amma arqumenti 324 dərəcə. Siz bilirsiniz ki, arqument hardan hesablanır? Birinci rübdən saat əqrəbinin əksi istiqamətində. Bunun da modulu, buna da bir Z2 desəm, bunun da modulu 5'dir, 324 dərəcə. Yəni, bunu da əhatələyən bir çevrə götürərsəm əgər, təxminən, bax, belə bir deməli, şəkil təsvir edək. Burada da modulu 5'ə bərabər olan və arqumenti 324 dərəcə olan bir kompleks yazılır. O zaman 324 buradırsa, bura nə qədər qaldı? Tam bucağa 36 dərəcə. Nəticədə bizdən nəyi soruşurdu? Modulda Z1 plus Z2'ni. Yəni, bu məsafəni elə bilməyimiz bizim bu modulda Z1 plus Z2 cəminin tapılması deməkdir. İndi bura neçədir? 90 dərəcə. Çünki 54 və 36. O zaman ümumi bir Z deyərsən buna. Z bərabərdir Z1 plus Z2, hansı ki, bu da bizə verdi kök altında 12'nin kvadratı. Çünki Z1'in modulu var əlimizdə. Z2'nin də modulu bizim əlimizdə var. Bu da bizə verdi 13, yəni B variantı. Belə, əziz müəllimlər, ümid edirəm, suallar sizlər üçün öyrədici və maraqlı oldu. Sağ olun, növbəti izahlarda görüşərik.